Arif müəllim, siz itkidən danışdınız, amma bəzən insan itkisi, doğmaların itkisi bizim əlimizdə deyil. Bu heç o təbiətindir. Bəli. Təbiətin qanunudur, bir gün gələn, bir gün gedir. Kimi zamansız gedir, kimi zamanında gedir. Yəni bu belədir, bunu qəbullanmışıq artıq. Amma bir də var ki, insan şərəfini, ləyaqətini, kişiliyini itirə bilir. Və o zaman onu geri qaytarmaq da mümkün deyil. Bir dəfə şərəfini itirdinsə, insanların arasında bitdi. Elə bir ki, sən böyük bir çay axır, sən çayın qabağında tək dayanmısan. Bəli. Sən onu itirmirsən. Səni çay alıb aparır. Çay alıb aparır. Onu necə qəbul edəyək? Mən bu yax danışdım. Təxminən belə bir şey dedim. Bilirsiniz, məsələn, adətən bizim sənətdə çox olur bu. Başqa sahələrdə də var, amma bizim sənətdəki daha göz qabağındadır. Muğam müsabiqəsi keçirilir, çox yaxşı. Mən alqış deyirəm, çox yaxşı. Amma görürsən ki, bir nəfər hörmətli adamdır, xalq artisti. Durur bu uşağa deyir, sən qəşəng yaraşırsan səhnəyə, qaşın gözün belə, videonun fasonun necədir, görkəmin yaxşı. Mən sənə bu dəfə 5 yazıram, 10 bal yazıram. Gələn dəfə üçün fikirləş. O birlər də hamısı 9-10 yazır ona. Qalırsan mətəl ki. Onun bəlkə o ifaçıya simpatiyası var. Bəli. Şeytan alladıb bunu böyle. Bir viziyon onun ki, məsələn, o adama mən 5 bal verirəm, 6 bal. 5, 1, 2, 3, 4, 5, 6 bal yoxdur. Nadir hallarda, laf fərsizə 7 bal verirlər. Üzdən ıraq, babata 8, biraz qəşəng olana, qəşəng giyinənə 9-10. Niyə? Bilmirəm. Bir adamın fikrinə bunlar hamısı tabi olur. Bəli. O nə deyir? Onu tabi olur. Heç kəsin cürəti çatmır ki, çünki ay balam. Gözəllik yarışması deyil, geyim yarışması deyil. Bəli.